İndi kimsələr qorxuya düşürlərsə, kimsələr hansı çətinlik çəkirlər, ancaq bizim o yol düz çıxıbdır. O yol düz çıxdı. Bu günləri demək ki, Rus Azərbaycandan əl çəkibmi? Həftənin içinə keçə baxa görə ki, əl çəkirmi? O mənada da elə biri də çıxıb deyir ki, bizi Rusla qarşı-qarşıya qoyuruz və vaxtıyla yenə də bizlər söhbət eləyəndə demək ki, çıxırlar ki, Tehran dövləti ilə qarşı-qarşıya qoyuruz. Mən dedim gəlsin demək ki, mənim səfir rejimə avtomatla girsin, qırsın, öldürsün, geçsin. Mən dəvət eləmişdim. Mən dəvət eləmişdim Erməniyə demək ki, silah versin, gəlsin ordusu, keçsin Araz boyu Tehran rejimin ordusu. Keçsin Araz boyu mənim ordumun qarşısını sağlasın. İndi bu niyə görə Azərbaycandan dövlət açıq demir? Açıq deyilməlidir, millət bilməlidir. O millət o Azərbaycanda quzeydə o durub dini bahanə edib, şiəsidir ki, bahanə edir, çıxır, tökür küçələrə ona tükürsün. Plan eləsin ki, bunlar kimlər dəstəkləyirlər. Yəni məsələ buradadır. Bu günləri Azərbaycanın quzeyində o bu günlər dediyimiz rusofillər, İranofillər filanlar, hamısı bunlar deməli bərri bəzəkli, qarnı yoğun, ondan müftəyiyyən dövləti, milləti talayan adamlardırlar lazım. Və fikirləri xəstədir bunlar. Bunlar Azərbaycanın güneyinin istiqlalından, bağımsızlığından qorxurlar. Bunlar qorxurlar ki, o balaca Azərbaycanı keçirdilər əllərinə. Oran demək ki, nə deyirsiniz, tabanından da yeyirlər, başından da yeyirlər və ondan sonra peynini də yeyirlər. Onu yandan buraxmasınlar. Bunlar açıq deyirlər. Nəyə gələr 40 milyon burada demir? Bunlar 1000 dəfə qulağından eşitmirsən. 40 milyon gələr demək ki, burada əlimizdən çıxar. Necə sən dədənin malı kim sənə bunu bağışladı? Hardan bağışladılar Azərbaycanı? Demək ki, o quzeyini sənə. Bəzi boyun yoğun adamlar da çıxır, Azərbaycanı hələlən loti, quldur. Azərbaycanı parlament yaradırdı. Mən Azərbaycanı parlament yaradım. Sən kimsən parlament yaradım? Bir dənə məmurcuğaz edəcək köşk yerində gedib köşdü. Amma çıxır deyir ki, adı başlayır ki, Rusiya ilə İran adamı bağladı, Azərbaycanı parçaladılar. Ay adam, ay geri qafalı. Azərbaycanı İranla demək ki, Rusiya parçalamayıb. İran adında bir şey yoxdur. O Türk dövləti idi, Qacar dövləti idi. Başında durmuşdu Sərkərdə Abbas Mirza və savaşan Fətəli Şah. Savaşa gəlmişdi. Şah gəlmişdi, savaşırdı. 18 il savaşdı Rusla. Yırtıcı kimi Avropadan qayıdan Rusla savaşdı bu millət. Onu demək ki, Rus o çalıb bizdən. Balaca Azərbaycan vətənin bir parçasıdır. Heç kəsə də bağışlanmaz bu. Kim deyir bunu bağışlayacaq bu Azərbaycan? Yəni, ancaq bunların qorxusu bu günləri Azərbaycanın güneyindəndir. Amma məsələ buradadır ki, bu günləri, bu hərəkat, bu iddia, bu məfşurə, bu fikir, bu bağımsızlıq və bu millətin də, bu millətə bağımsızlıq, istiqlal ana sütündən də halaldır. Və ondan sonra da başqa yol yoxdur. Bu günləri demək ki, Kosovada bu günləri elan olundu ki, ana dilində, demək, türk dilində rəsmi olur. Baxın, dünya hara gedir, hər yanda. Hər nə yazırsan, hər gün görürsən ki, dünyada millətlər, ölkələr, dövlətlər gəlişirlər. Ona görə bu gün Azərbaycanın güneyini bilə-bilə, siz düz buyurdu Sayın Cavad bəy. Hər kəsdən söhbət edir, 400 bitək harda bir dənə demirəm, Kürtçığaz var, nəm kimsə var, adı çəkilir. Nədən Azərbaycandan? Ona görə ki, güc buradadır. Bilirlər güc buradadır. Bu günləri Tehran rejimini, bu cinayətkar, bu terrorist, bu adam yiyən, bu demək ki, hər rejim də vücud olur. Və orada Sayın Mahmud Əli bəy söylədilər, bu günlərdə deyirlər, çəkilin, Fərəh bu millətin anası. Sənin anan ola bilər, mənim millətimin anası deyil. Fərəh, hə? Fərəh? Məhəmməd Rıza demək filandır. Məhəmməd Rıza göndərdi, demək ki, 325-ci ildə göndərdi o bacısı Əşrəfi, tarix deyə bu, mən özümdən çıxartmıram. Yolladı Əşrəfi Stalinin yanına, Əşrəf deyirdi, mən 70-15 dəqiqə görəcəm, 3 saat məni saxladı, İstalin, adam yiyən İstalin, arvadını demək ki, pəncərədən atan, uşağını